İndi isə bu gözəl günün sevincini bizimlə bölüşmək və gələcək həyatımıza xeyir dua verməsi üçün sözü veririk Cənab Prezident tərəfindən tərəqqi medallə tərtib olunmuş kollecimizin rəhbəri Səbuhi Qurbanova. Hörmətli müəllimlər, valideynlər, dəyərli qonaqlar, əziz tələbələr. Bugün münasibəti ilə hər birinizi təbrik edirəm. Əziz məzunlarımız, bugün sizin həyatınızda ən önəmli günlərdən biridir. Mən bugün münasibəti ilə bura toplaşan valideynləri və sizin üzərinizdə əmək olan müəllimləri təbrik edirəm. Və sizə gələcək həyatınızda uğurlar arzuluyuram. Məzun gününüz mübarək. İndi isə söz verilir, kollecimizin tərbiyə işləri üzrə direktor müavini, tələbələrin sevimlisi Şahmurad Məmmədova. Çox sağ olun. Çox hörmətli müəllimlər, əziz valideynlər, dəyərli qonaqlar və bugünün baş qəhrəmanları, məzunlarımız hər bir kəsi salamlayırıq. Nədir məzun? Bugün adi, sadə bir tədris ili deyil. Bu il bir həyatın mərhələli yekun toplaşırına yığışmışıq. Bilirsiniz ki, həyat mərhələlərdən ibarətdir. Əziz gənclər, bir neçə il bundan öncə həmən bu kollecin həyətindən hisslə, həyəcanla, arzularla daxil oldunuz. Və şükürlər olsun ki, bugün o arzuların bir hissəsinə nail olmuşsunuz. Siz burada həm müəllimlərinizi, həm valideynlərinizi, həm özünüzü sevindirirsiniz. Bəli, müəllimlərdən bu qocaman təhsil ocağının karifey müəllimlərindən çox bəhrələndiniz. Çox tövsiyələrinə qulaq astınız. Sonra sizin bu kama çatmağında həqiqətən də müəllim əməyinin, müəllim qələminin böyük göstərişi var. O cümlədən valideynlərinizə borçlusunuz. Peyğəmbərimiz buyurur ki, heç bir valideyn evladına gözəl tərbiyədən başqa miras qoyub gedə bilməz. Məhz bu bizim üçün də, vardan da, dövlətdən də artıq vətənə layiq, dövlətə layiq, millətə layiq, ailəyə layiq, şəcəriyə layiq evlad yetişdirməkdir və siz buna nail olmuşsunuz. Bu sizin üçün böyük şərəfdir. Valideyn onda xoşbəxt olur ki, onun evladı onun qürur mənbəyinə çevrilir. Bax, onda valideyn xoşbəxt olur və onda valideyn həqiqətən də qürur duyur. Siz bax, bugün əlbəttə ki, müvəqqəti bura sizin təhsil ocağınızdır. Buradan ayrılırsınız. Bir hissəniz ali məktəbə, bir hissəniz müxtəlif rabitə, kompüter, nəqliyyat sahəsində sağ olsun Müzəffər Ali Başkomandanın o dəmrin yumruğundan 3000 şəhidin canı qanı bahasına qazilərimizin, Azərbaycan xalqının vəhdəti sayəsində Qarabağ torpaqları alındı. Bax, orada quruculuq işləri gedir. Biz əminik ki, bizim kollecin məzunları da orada iştirak edəcək. Bəli, Qarabağımızda da universitet var. Quruculuq işləri gedir. Sağ olsun Müzəffər Ali Başkomandan bu işə qısa müddət ərzində hər şeyə nail oldu Azərbaycan xalqı. Vaxtınızı çox almıram. Əzab müəllimlərdən sonra əzab çəkən sizə valideynlərdir. Ata, ana olan bilir. Nələr çəkir valideyn? Balam layla salam bilir. Nələr çəkir valideyn? Gecə yatmır, gündüz yatmır. Yeməyə də vaxtı çatmır. Evladını bir an atmır. Nələr çəkir valideyn? Ömrünün ahıl çağında bir körpə də qucağında, ali məktəb qabağında nələr çəkir valideyn? Nələr çəkir valideyn? Mübarək olsun bu gününüz. Valideynləri təbrik edirəm. Müəllimləri təbrik edirəm.
kollecin rəhbəri Səbuhi müəllimi təbrik edirəm. Eşq olsun sizlərə. Çox sağ olun.